Hə uşaqlar, bizim bugünkü mövzumuz Həmzənin qıratı qaçırması qoludur və sual-cavab edək. Həmzənin qıratı qaçırması qolunu sual-cavab edək. Belə ilə başlayaq. Kimdən başlayayım? Səndən başlayayım. Oxumusan? Buyur. Beləliklə, birincisi görək bu əsər necə başlayır? Yəni bu qol necə başlayır? Bağdadın namı göndərməsində. Yox. Xodkar nə iş görürdü? Saat bir danışır. Xodkar nə edirdi? İstanbulda nə varmışdı? Məclis qurmuş. İstanbulda. Bunu yada saxlayaq. İstanbulda. Birdən Toqatda falan filan yox. Xodkar İstanbulda məclis qurmuşdu. Deməli, əsər Xodkarın İstanbulda məclis qurması ilə başladı. Yaxşı, Xodkar bu məclisə kimləri dəvət eləmişdi? Adlı sanlı paşaları. Təkcə paşalar? Xodkarları, bəyləri. Pəhləvanlar, düzdürmü? Qoşun böyüklərini. Yaxşı. Bəs bu məclisi qurmaqda səbəbi nə idi? Koroğluya bir tədbir görməkdə. Nədən narahat idi Xodkar? Koroğlu nüfuzundan. Bağdad əhvalatından sonra bir narahatçılığı vardı desək daha düzgün olar. Və bu məclisdə ilk sözə başlayan kim oldu? İlk sözə başlayan kim oldu? Təbii ki, Xodkarın özü. Bəli, aha. Bəs yaxşı, deməli, Xodkar Koroğlunun adamlarını dələduz adlandırdı. Doğru yoxsa yanlış? Dələduz adlandırır. Deyirəm, doğru yoxsa yanlış? Xodkar Koroğlunun adamlarını dələduz deməli, bu doğru cavabdır. Bəli, aha. Xodkar Koroğlunun getdikcə güclənməsinə narahat idi. Və neçə şərt qoydu məclis əhlinə bununla bağlı, bu narahatlıqla bağlı? Hə, məclis əhlinə şərt qoyur Xodkar. Hansı şərtlər idi? 2 şərt qoyur, belə deyim sənə. Hansı şərtlər idi? Deyir ki, Koroğlu şəhərimizi, kəndlərimizi alsa, şərtdir da, alsa, ya gərək gedib onun nökəri olar, ya da Gərəkçi dağlarda, daşlarda qısaqlıq edir. bax budur, bəli, aha. Bəs məclisdə Koroğlu ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Nə idi o təkliflər? Kimlər dedi ki, adamın birini tutaq, pul verək, öldürtdürək. Kim də deyir ki, qonaq kimi çağıraq, onu dar ağacından astıraq. Ay, sağ ol, bəli. Və Hasan Paşa kim idi? Hasan Paşa, Xodkarın sağ əli. Bunu bildik. Koroğlu ilə bağlı, Alı kişi ilə bağlı, Koroğlu'nun atası Alı kişi ilə bağlı nə əlaqəsi var idi? Belə ki, Hasan Paşa Xodkara məsləhət görmüşdü ki, Koroğlu'nun atası Alı kişi idi, o Alı kişinin də gözünü çıxartırsın. Xodkara yox. Hasan Paşa Koroğlu'nun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da bunu yerinə yetirmişdi. Bəli. Elə bil Hasan Paşanın əmri Həsən xan tərəfindən də yerinə yetirilib ki, Alı kişinin gözləri çıxarılsın. Xodkar elə Həsən xan. Yox, tamam ayrıdır, nə danışırsın. Sonra, de görüm. İndi bax, məsələn, getdik, testə düşdü da, deyir ki, əziz və dar günündə Xodkarın yanında olan həm paşa, həm də bacarıqlı qoşun böyüyü, dava eləməyi, min fəndini bilən kimdir? Elə Hasan Paşa. Söhbət Hasan Paşadan gedir, düzdür, aha. Desəm ki, bu məclisdəkilərin niyyəti ilanı Seyid Əhmədin əli ilə tutmaq idi. Səncə bu doğru olar, yanlış olar? Bu doğru cavabdır, düzdür, aha. Bəs yaxşı, məclisdəkilərdən imdad gəlməyəcəyini görən Xodkar kimə müraciət edir, sözü kimə verir? Çünki Xodkar müraciət edəndə məclisdəkilər, onlardan bir səs gəlmir. Onda özünü kimə tutur? Hasan Paşaya. Aha, indi Hasan Paşa Xodkarın bu dediklərinin qarşısında nə cavab verir? Sənə biraz kömək edeyim. Xodkar əmri Allahın əmrinə bərabərdir deyir. Sonra nə deyir? Deyir ki, Koroğlu həqiqətən də fantfer adamdır, onun işindən başa çıxmaq olmur da. Ayşə nə deyir? O da deyir ki, deyir Xodkar əmri Allah əmridir. Deyir Koroğlu'nun içindən baş açmaq olmur. Deyir mən indiyə kimi baş qoşmurdum bu işlərə. Deyirdim ki, bəylər xanlar özləri həll edirlər, amma görürəm ki, da olmur, özüm qol qoyuram bu işə. Düzdür. Onun atasını deyir gözünü mən çıxartmışam. Bəli, ay sağ ol. Aha. Deməli belə, nəyə görə Hasan Paşa tədbirini məclisdə söyləmək istəmir? Çünki fikrini təşrihdə demək istəyir. Nəyə görə? Çünki Koroğlu'nun adamlarından baş açmaq olmur, yəni ki, çoxdur. Birdən gəlib onun adamlarından birisi... Onlar gizli məclislərə girirlər, söhbətlərə, yəni ki, onu çatdırarlar. Aha. Ona görə də bu ehtiyat edib təkdə söhbət elədi. Və o, deməli, məclisdə olanlar bunu necə qarşıladılar? Hasan Paşanın rəncidə oldular, amma bunu biruzə vermədilər. Yəni onların xətirlərinə dəydi, düzdür. İndi Hasan Paşanın təşrifi nə idi?
Ayçu üç tərəfdən Koroğlunun üstünə qoşun. Bu vacib məqamdır. Testlərdə düşsə ki, Xodkarın təklifi bu idi ki, 3 tərəfdən qoşun çəkilsin. Yox. Bu təklif kimindir? Hasan Paşanın ki, 3 tərəfdən qoşun çəkir. Düzdür? Xalqa mərcə edib və bir yerdə bunları qıraq. Və Xodkar Hasan Paşaya nə qədər möhlət verdi? 40 gün. Davam edək. Ay, sənə suallar verim. Xodkarın neçə şərti olur və onun şərti hansılardır? Koroğlunla bağlı. Birinci deyir ki, Hasan Paşa'da yəni. hə, deyir ki, nədən adı? 2 şərti olur da bala. Hə, Biri nə idi? Karvan yollarını şeydə. Yo. Deyir ki, Koroğlunu məğlub edə bilsən, sədrəzəm təyin edəcəm. Hə, birini deyir sərəzəm təyin edəcəm. O da deyir ki, yəni eləyərəm. Hə. Bir də orada Amma deyir yox, məğlub edə bilməsən. Amma bunun davamını Hasan Paşa özü deyir. Nə deyir? Deyir onu qolbalı sənin yanına gətirməsən. Bəli, özümü deyir həlak edərəm. Bəli, düzdür. Bəs Hasan Paşanın istəyi nə idi Aysu? Yəni mən bunu eləyəcəm, 3 tərəfdən qoşun çəkək falan filan məğlub elədik. Bəs bunun da bir Xodkardan bir istəyi var axı. deyir ki, sən bütün ordu böyüklərinin ixtiyarını verməlidir. Bütün qoşun böyüklərinin ixtiyarını deyir mənə verərsən. Razılaşırmı Xodkar? Nə deyir? Yəni deyir hamısı. Küllü ixtiyarsan deyir. Aha. Bəs Xodkarın Hasan Paşadan növbəti istəyi nə idi? Səbəb olur ki, deyir bu Koroğlu bir də karvan qoymur da bura keçməyə. Ona görə yarlı yasaqlı bir karvan gətirəsən deyir bura. Düzdür. Və deməli Hasan Paşa gedəndən sonra Xodkar bütün paşalara nə edir? Namə yazır. Namədə nə yazılmışdı? Namədə elə bir şey bütün ixtiyarını Hasan Paşa olduğunu bildirmişdi. Aha. Və xəbərdarlıq edir ki, kimdir onun buyruğuna əməl eləməsə Hasan Paşanın canlısı veriləcək. dar ağacından asılacaq. Düzdür. Aha. İndi bu əsərdə bu qolda 2 dəfə məclis qurulur da. Birinci məclisi dedik İstanbulda Xodkar qurdu. İkinci məclis harda? Yox. Hasan Paşa qurur. Harda? Toqatda. Deməli Xodkar İstanbulda məclis qurdu, amma Hasan Paşa Toqatda məclis qurdu. Yaxşı. İndi bu məclisə kimləri çağırır Hasan Paşa? Bu məclisə elə öz yaxın adamlarını çağırırdı, etibar elədiyi bir Bəli. adamları Aha, çağırır. düzdür. Öz də məclisə gəzdirir, görür ki, həqiqətən də bildiyi, Tanıdığı adamlardır. bildiyi adamlar. Ondan sonra nə edir? Ondan sonra başlayır Xodkarın Möhürlü naməsini oxuyur, hə? Və hansı planı açıqlayır oradakılara? orada deyir ki, 3 tərəfdən qoşun yeritməliyik. Bəli. Kim bu işə qoşulur? Sərkərdəlik edər bu qoşunlara. Amma heç kimdən səs çıxmır. Heç kimdən səs çıxmır. Düzdür. Aha. Və Hasan Paşa deyir ki, qoşunlardan birinə özüm başçılıq edəcəm və ön tərəfdə deyir özüm olacağam. Digərlərinə də kimsə sizdən aranızdan 2 nəfər. Amma yenə də heç kim razı olmur. Yəni hətta onları rəhləndirmək istəyir ki, mərkəzdən özüm girəcəm də, özüm hücum eləyəcəm öndə. Amma yenə də heç kim razılaşmır. Və bu məqam Hasan Paşa məclisə nə gətizdirir? 2 dənə badə gətirsin. Aha. Badənin hərəsində Ləl qoyur. Bəli. Deyir ki, bu badəni kim götürür? İçindəkiləri də cibinə qoyub Bəli. başçılıq eləyər də qoşuna. Müqabilində nə verər, nə eləyər? Toqat paşalığını və yaxud da bir də bir də qızlar demir böyük. Eləcə deyir ki, qızlarımdan birini ona verərəm. Bəli. Və ilk Hasan Paşanın təşrifini ümumiyyətlə nə ilki? Bizə nəfər qəbul elədi? Kim? Nəyə görə Bolu bəy? Bolu bəy də ki, çox hiyləgər adam idi. Özü də ki, dünya xanımı aşiq idi. Aha. Ona görə Qarşılıqlı sevgi idi? Yox. Yox. Yəni, dəfələrlə də elçi göndərmişdi, amma Hasan Paşa qızını çox istədiyinə görə, qızlarını çox istədiyinə görə, yəni o razılıq ala bilmir də, dünya xanımı. O elçi göndərmir, əksinə. Deyir ki, o elçi göndərmir. Ona görə ki, bilir ki, Hasan Paşa qızlarını necə çox istəyir. Onların bir sözünü iki eləməz. Ona görə də risk edib elçi göndərmir, bəli. Və indi Bolu bəy ilə bağlı nə verilir ki, Bolu bəy kimdir? Deməli, Bolu bəy çox hiyləgər insan. Ərzincanlıdır, düzdür? Aha. Çox hiyləgər insan. Və indi Bolu bəyin bu fürsəti əldən buraxmır. Çünki burada məqsəd nə idi? Qızın alması. Təkcə o deyil axı. Eləcə də Toqat paşalığını ələ keçirtmək. Toqat paşalığını ələ keçirtmək, bəli. Və bu əsərdə hansı obrazla bağlı şeytana papaq tikib təpəsindən deşik qoyan ifadəsi elə Bolu bəylə bağlı, düzdür. Və Hasan Paşa Bolu bəyin razılıq verdiyini görüb təəccüblənir deyək, yoxsa? Yox, deyir ki, mən bilirdim ki, elə sən axırda gedəcəksən. Ay, sağ ol, düzdür. Amma Bolu bəyin də şərti var idi. 2 nəfər istəyirdi. Kimi? Qəzəralını
Niyə məhz Qəcəralı, niyə məhz Mehdər Murtuz? Pəhləvan idi, yəni güclü adam. Azman pəhləvan idi. Hələ indiyənə kimi onun arxasında yerə vuran olmamışdı. Mehdər Murtuz da uzun illər 7 il Koroğluya Mehdərlik etmişdi və o Çənli beli yaxşı tanıyırdı deyə, bəli, Bolu bəy bu ikisini özü ilə aparmaq istəyirdi. Və Bolu bəyləri götürəndən sonra məclisə bir qasid daxil olur. Kim idi o qasid? Ərəb Reyhan qasidi. Aha, nə gətirmişdi? Namə gətirmişdi da. Namə gətirmişdi ki, Nə yazılmışdı? başçılıq eləmək istəyirdi də bu. Nəyə görə? Oxucularla. Yox, Ərəb Reyhanın ondan çoxdandan bir ədavəti var idi. Ona görə ki, yəni mən də gedirəm. Bəli, və sevinir. Çünki Ərəb Reyhan'da belə deyim də qüvvətli bir insan idi. Xodkar buna sevinir və ikinci badəni kim içir? Ləri kimə? Qasid. Sonra Qasid içənləri götürür, Hə. gedir. getmir. Hələ onu göndərirlər ki, aparsın, yedirdirsinlər, içirdirsinlər. Düzdür? Yaxşı, sonra bunlar özləri oturdular, şən şadıra. Artıq üst tərəfdən qoşun çəkiləcək və bilindi kimlər hücum çəkir. Nüşabə indi sənin sual cavab eləyim. Bu zaman söhbət əsnasında, məclisdə söhbət əsnasında Mehdər Murtuz bir təklif irəli sürür. Yəni deyir ki, yəni Koroğlunun yəni igidliyinin yarısı qıraqdadır. Gərək biz o qıraqı gətirək ki, biz Koroğlunu ələ keçirə bilək. Ay, sağ ol, düzdür. Bu zaman Hasan Paşa deyir ki, dərdi dedin, dərmanı da de. O deyir ki, vallahi mən nə bilim, gərək kimsə ya gedib onu gətirir, ya da ki, canını verə də Koroğluna. Düzdür, bəli. Və Hasan Paşa mən görüşü məclisəsində, yəni heç kəs başını qaldırmında bilirdilər ki, bu təhlükəli işdir. hə, və bu zaman bir nəfər razılaşır. Kim idi? Keçər Həmzə. İndi biraz Keçəl Həmzə haqqında danış gör, necə bir adam? Keçər Həmzə də urvatsız Hə. bir adam idi. O da məclisdə elə ki, bir yol tapıb. Hətta onu necə təqdim edir? Cındırından cin hürkən Keçəl Həmzə. Hə. Elə bil ki, o da qanunu doldurmaq üçün məclisə girmişdi. Elə bunu elə Həsən Paşa deyəndə Keçəl Həmzə dedi ki, yəni mən gedib gətirəm. O nə oğurlayardı? Bax onu məclislərə qoymurdular adətən. Hə, başmaz, quşqun oğurlayardı, bəli. Burada bir təhər gəlmiş ki, qarnı doyurdu, düzdür? Aha, yaxşı, indi Hasan Paşanın Keçəl Həmzəyə təklifi nə oldu? Bax, deyir ki, mən gedib gətirərəm qıratı. Bu, buna arda-arda nə təklif edir? Deyir ki, sənin mal mülki qəni edərəm. O deyir Dünya ki, malından qəni edərəm. O deyir ki, lazım deyil. Sonra deyir ki, sən bəylik verərəm. Bəli. O deyir ki, o da lazım deyil. Deyir ki, yəni sənə oğluna gözlərəm. O deyir lazım deyil. Bəli. Axırda yəni Keçəl Həmzə deyir ki, mən sənə elə bir şey deyim ki, bu üçündən ucuz olsun, mənim üçün də baha olsun. Bəli. O deyir ki, nə? Deyir ki, qızıl, yəni qızlarından bir balaca qızılma ver. O deyir ki, yəni mənim O da deyir, ay axmaq, niyə bəyəm? Bir qız nə oldu ki, bəylikdən, mal dövlətdən, oğul olmaqdan qiymətli oldu? o da deyir ki, yəni əgər mən sən qızını alsam, mən sənin çürəkkarın oluram. Çürəkkarın oluram, mal dövlət hamısı öz gələcək. Nə gözəl ağıllı adam imiş bu əslində, bəli. Və məclisdəkilər də ona əhsən deyirlər, düzdür. Və Hasan Paşa, baxmayaraq ki, qızlarını çox istəyirdi və hələ belə birinə, cındırından cin hürkən birinə vermək istəmirdi. Amma məcburiyyətdən razı olur. Amma Keçəl Həmzə bununla da kifayətlənmir. Nə istəyir Hasan Paşadan? Yaz deyir ki, Möhürlü bir kağız. Yaz deyir ki, mən bilirəm ki, sən bu üçdən yəni heç asılma verməyəsən də, ona deyir ki, namənin möhürlüyü vur, mən təsdiq edeyim. Düzdür. Məclis dağılandan sonra Hasan Paşa kimə namə yazdı? Bol. Yox, Əhməd Tacir başına. Bəli. Və orada da məktubda yazılmışdı ki, başını orada islat, burada qurut demişdi. Keçəl Həmzə Çənli belə nə zaman çatır? Səhər mi, gün orta mı, axşam mı? Axşam üstü. Gül kimi gəlmişdin Ali Şahbə. Gizdədin. Axşam üstü. Bəli. Yaxşı. İndi keçək Ayselə. Aysel, bu zaman Koroğlu nə edirdi? Koroğlu Ağqayda durub gəlib gedənlərə baxırdı. Karvan yoluna baxırdı. Düzdür. Yaxşı, ilk sual verən kim olur olar üzbəüz gələndə? Həmzə yoxsa Koroğlu? Hər Koroğlu görür ki, bir nəfər gəlir, elə onun qabağını kəsir, deyir kimsən, hara gəlibsən. Aha. Koroğlu da Keçəl Həmzə də bunu qarşısında görür, elə görür ki, belə Necə bir insandır, onun təsvirini verir orada. Görür ki, boy buxunlu, qolu biləyi yerində. Tərlan kimi oyurdu. Aha. Belində də bir qılınc var. Daha sonra isə bildi ki, bu Koroğludur. Hiylə niqabını çəkdi üzünə. Bəli. Başladı ki, nədir onun adı? Mən elə ki, Xodkarın Dedi ki, mən yox, həmin dəqiqə söhbətə başlamır. O deyir ki, mən Koroğlunu axtarıram. Hə, bu da deyir, sən neyirsən Koroğlunu, nəyə görə axtarırsan? Onda nə deyir o Həmzə? deyir ki, mən Xodkarın yanında Mehdərli evlənmişəm. Deyir, bu Keçəl başım mənə bəla olub. Heç kim məni bilir, kim bilirdi ki, mən Keçələm. Heç kim məni işə götürmürdülər. Deyirlər Koroğlu mərd adamdır, onu deyib gəlmişlər. Ya məni elə bir ki, qapısında
Yeməkdən qırıq-qırığından verin deyib, vermirsə mənim bu canımı alsın da. Düzdür, məni bu dərddən azad eləsin, məni öldürsün, başımı bədənimdən ayırsın, məni bu dərddən azad Bunu eləsin. deyəndən sonra elə ki, Həmzə başladı ağlamağa. Aha. Daha sonra isə Koroğlu elə ki, deyir ki, dur gedək, o Koroğlu dediyim mənə Mənə. ağlama. Bunu deyəndən sonra Keçəl Həmzə başladı Koroğlunun elə ki, hətta yerə yıxıldı, ayağından yapışmağa ki, məni... Amma Koroğlu da ona bir kişilik meyarı öyrətdi, nə dedi? Dedi, kişi adam ağlamaz. Dedi kişi bir qarın çörəkdən ötürü ayağa yıxılmaz, ayağa yıxılmaz dedi. Aha. Sonra deyir Koroğlu... Deyir, sən nə iş bacarırsan? Həmzə nə cavab verir? O deyir ki, mən elə bil ki, dədə baba sənətim oldu da Mehdərli ad saxlamaq. Aha, mən deyir, sən aparıb nəyə kebabçı eləyəsi deyirsən, nə şərabçı. Elə, mənə bir at tapşır, mən də bəsləyim sənin üçün. Çünki Mehdərli dədə baba sənətim oldu, düzdür. Və Koroğlu Həmzəni Çənlibelə gətirdi. Dəlilərin münasibəti. Pis qarşıladılar. Bəli. Ki, tanımadılarından nəyə gətirsən? Və dəlilər Həmzə haqqında nə düşünürdülər? Gözlərini nəyə bənzədirdilər? Yox, saxsağanın gözünə. Ay, sağ ol, düzdür. Bəs xanımlar necə? Dəlilərin fikirlə razı idilər? Bəli, xanımlar da elə bəylərin Fikirlə razı idi, düzdür, bəli. Aha, Koroğlu hansı hərəkəti ilə ehtiyatı əldən vermiş oldu? Dəlilərə elə ki, inanmamalı. Yox, Həmzəni tanımadığı bir adamı Çənlibelə gətirməyi ehtiyatsızlığın biri budur, səhvin biri budur. Hələ az imiş kimi dəlilərin yanında onu müdafiə elədi. Yəni onu müdafiə eləyirdi. Bu da bir ehtiyatsızlıqdır, bəli. Aha, sonra bu elə gələn kimi ata baxdı Həmzə. Yox, elə bil ki, xanımlar, bəylər buna iş tapşırırdı. Hə. Hə. Badadaşı elə Qapbacanı da, həyət-bacanı təmizləyirdi elə və o qədər qoçaq idi ki, kim ona nə iş tapşırsa, canla başla edərdi. Hətta onun, bəli, yarıdardı. Sonra yavaş-yavaş artıq başlayır oradakı xanımların, bəylərin rəğbətini qazanmağa, bəli. Və Koroğlu Həmzəni, bax belə qoçaqlığına görə necə adlandırdı? Kəloğlan. Kəloğlan adlandırdı onu, ona Kəloğlan deyirdi. Sonra Həmzəyə bir yük yabısını baxmağa tapşırdılar. Aysu, hazırsan bala? Sən suallarına cavab verə bilərsən. De görüm, Həmzə bu yük yabısına necə baxır? Hepsi o ağrı bildiler, hepsi düşündüğünü ağrı bildiler, onun dizleri köşeldi, Koroğlu görücü düşürdü de böyle yaxşı bakıp. Hətta o nə edir? Biclik elirdi orada. Tövlədəki atların otundan arpasından oğurlayıb, həmin o yabının qarşısına qoyurdu. Hə? Və Həmzə ata yaxşı baxdığına görə Koroğlu nə elədi? Hepsi atlar deyir ki, sen bəsmanə deyirsən ki, mən ata yaxşı baxa biləm, atlar hepsi ona tutuşur. Hansı atlar? Qıratı deyir. Düratı. Bu deyəsəndən danışır aşağılar. Deyir deyən. Hə, Düratı ona tapşırdı. Yaxşı. Sonra dəlilərin münasibəti Düratı ona tapşıranda. Dəlilər deyir ki, bəs sən tanımadın, bilmədin adam, sən niyə bir at mı deyirsən? O deyir ki, o yaxşı düşünəcəksə, o yaxşı baxır. Aha. Sonra yaxşı Dürata baxırdı. Həmzə hansı hilə əl atdı Dürata baxanda? Elə ki, onun yeməyini kəsib başlayır elə ki, atı arıqlamağa. Aha. Və Koroğlu səbəbini soruşur ki, Dürat niyə arıqladı? O nə deyir? Söyləş görmür də, elə vaxta qədər elə ki, yemək verir, bu balaca yerdə saxlayırsın, söz görmür deyən arıqlamağa başlayır. Hə. İndi Həmzənin məqsədi nə idi? Həmzə məqsədi ki, onu sözdə gəzdirir, sözdə uğramaq idi. Çünki onun yaxşı topkarını verdiyi... Vaxt tamam olurdu. Bir ay vaxt vermişdi da ona. Həmin vaxt tamam olurdu. O da fikirləşir ki, Toqatda nə tanıyırlar, Qırat hansıdır, Dürat hansıdır, elə aparım, qızı da alım, 5-10 günlük həyatı da yəni keyf eləyim, bəli. Və deməli, Koroğlunun növbəti səhvi də bu olur ki, Düratın bu xovunun açarını Həmzəyə verir. Düzdür? Yenə də xanımlar, dəlilər onu təni eləyirlər. Amma da deyir ki, qorxmayın, hiss olası deyil. Və Həmzə Çənlibelə gəlməsindən artıq nə qədər vaxt keçmişdi? Bir ay. Gecə ilə qaçırtdı, yoxsa günüz? Gecə. Aha, Qıratın qaçırması xəbərini kim gətirdi? Dəli Mehdər. Və dəlilər Koroğlunu məzəmmət elədilər. Nə dedilər? Dedilər ki, igidin adını apardılar, ya arvadını. İkisi də namusdan sayılır. Bəli. Aha, və onlar bir şeydən qorxurdular. Nədən qorxurdular? Həmin o dəlilər ehtiyatlanırdılar. Yəni Koroğlu bu səhv eləyib, amma bir şeydən qorxurdular. Onlar deyirdilər ki, bu hadisədən sonra quşquşluğunla Çənlibelə gəlməzdi, amma bu hadisədən sonra düşmənlər Çənlibelə ayaq aça bilərlər. Bax, bundan narahat idilər. Bəli. Koroğlu nə deyir? Necə təsəlli verir? Nə deyir? Deyir ki, Durat yoxdur, Qırat var. Bəli. Aha, və deyir, mənə az qaldı. Yola düzəlir, gedir gəlməyə. Daha Bəli. sonra da keçən Həmzə yola gedəndə görür ki,
arxasını belə ki, toz duman bürüyüb, görür ki, Uşaqlar, o səfərə çıxanda atını kiməyə hərlədir, yola düşür Koroğlu. Dəli Mehdərə. Aha. Və Həmzə bu arada nə edirdi? Gecə-gündüz dayanmadan, nəfəsini dərmədən yol gedirdi qorxusundan, düzdür? Və 40 dəyirmanlar deyə bir yer var. El ora çatanda döndü arxaya baxdı, gördü ki, nə? Koroğlu gəlir. Koroğlu gəlir, ley kimi gəlir. Dərmana, dərmana deyir ki, şeydir, bəs Koroğlunun dərli atlarına şey düşübdür. Qotur düşübdü deyir. Dərmansız beynini axtarır, tezliklə sosial beynini axtaracaq. Həm də deyir ki, məni Hasan Paşa göndərib. Hasan Paşa göndərib ki, yəni dəyirmançılara xəbər verib. Bəli. Özünü deməli dəyirmançıya Həmzə özünü necə təqdim edir? Hasan Paşanın adamı kimi təqdim edir ki, məni Hasan Paşa göndərib ki, dəyirmançılara xəbər edim. Aha, dəyirmançı qorxuya düşür və deyir ki, bir bölük külfətim var. Hə, sonra nə deyir? Keçən həmzə deyir ki, gəl sənin canını qurtarmır, paltarını istəyir, sən paltarını var, mən də sağ, sonra bunlar əyinləri dəyişirlər. Deyir ki, sən dur dərmanın qabağında, mən də... Sən deyir, get donuzluqda gizlən. Bu özü də dəyirmançı paltarını geyinir, üz gözündə una bulur ki, Koroğlu onu tanımasın. Və Koroğlu tanıyır Həmzəni. Tanımır. Sübhan sənlə davam eləyək. Koroğlu tanımadı Həmzəni. Və Koroğlu bir dənə də səhv elədi. Gör, neçə dənə səhv edir artıq. Atı yeyəni Həmzəyə verir. Aha, bəli. Orada qırat kimi əgər yüyəni tapşırırsa, o adam sahib olur. Ay, sağ ol. Həm də o iki at böyür-böyrə bağlamışdılar tövlədə. Düzdür, hələ açarları ayrı idi. Həmzə ona da qulluq etmişdi. Bəli, onu özünə düzdür, öyrətmişdi qıratı, düzdür, bəli. Hə, deməli, nəysə, Həmzəyə dedi ki, bəs belə bildi ki, bu dəyirmançıdır. Soruşdu, dedi ki, bu atlı hara getdi? O da deyir donuzluğa və irəli yeriyir, dəyirmançı qorxusuna lap dibə çəkilir. Hə? Və mexanizm işə düşür, az qalsın onu öldürəcəkdir, tez düzdür. Belə əsərdə göstərir ki, dəyirmançı qaçır, amma əslində öz əsərin orijinalında görürük ki, bəli, orada ölür, hər nəsə. Və Həmzə qıratı minmişdi. Düzdür. Və deməli, Koroğlu qılıncı əl atır, istəyir ki, bura. Amma gör ki, uzaqda qıratı elə bir keçsin, sürətlə gedib içəcəkdir, onun üçün xoş danışmağa başladı. Təbii ki, düzdür, hilə əl atır. Və deyir ki, Həmzəyə özünü tutur, deyir ki, bəs atı yavaş sür da, onu incitmə. Aha, Həmzə ona aldanır, deyir ki, düş atdan, atı yavaş sür, atdan düş, o yorulub falan. Həmzə inanır onun yalanlarına. Bir deyir ki, mən düşsəm, sən mənə öldürəsin. Ay, sağ ol, düzdür. Ondan sonra görür ki, düşmür və başlayır ona Həmzə incitmə qıratı gərayisini oxuyur, düzdür. Və sonra Koroğlu ona nə deyir? Deyir, bir ay süfrənin cüyona at verir. Bu nə deyir? Deyir, bir ay süfrənin qırıq-qırığından yemişik, niyə başımıza vurursan? Bir at nədir ki, onun üçün bu qədər deyir, yalvarırsan? Hə. Sonra Koroğlu sual verir. Deyir, səni kim öyrədibdir? Hə, o da deyir ki, mən Xodkar göndərdim. Yox, Hasan Paşa. Hasan Paşa göndərib ki, sənin atını alım, onun qarşılığını mən onun qızını götürəcəm. Yəni, qızını alandan sonra da elə ki, onun var dövləti zadı, hər şey mənim olacaq. Koroğlu da deyir ki, nə qədər var dövləti, ancaq ki, deyir ki, bu qırat var dövlətə zada deyil dövlət, 80.000 qıza da dəyməz heç bu. Ay, sağ ol, düzdür, bəli. Amma keçən Həmzə orada nə deyir? Deyir, sənin heç bir tükünü də qıyıb Hasan Paşaya vermərəm, nəinki atını deyir, düzdür? Deyirsən, kəndə yüyəni mən özüm satmışam. Ay, sağ ol, düzdür, aha. Deyirəm ki, Həmzə özünü mərd adlandırır. Həmzə yoxlayır. Adlandırır. Həmzə özünü mərd adlandırır, bəli. Həmzənin məqsədi əslində ağ günə çıxmaq idi, düzdür? Həmzə də indi özünü belə mərd adlandırır. Güaynımının mərdliyi budur ki, deyir, sən nə vaxt Toqota gəlsən, atın üzəngisini özün basıb, deyir, səni ata mindirəcəm. Və Koroğlu Həmzəyə qıratın qiymətini deyir. Orada əylən deyim, qıratın qiymətini qoşmasını oxuyur. Ki, yəni, bir qıza görə dəyişmək istəyəcəsində 1000 qıza da dəyişmək olmaz da. Yəni, qırat elə bir dəyərli atdır. Hə, elə bir şeir deyir. Sonra Hasan Paşaya da xəbər göndərir axı. Deyir ki, hə, mən yəni ki, gələcəm ora və o atı səndən alacam deyir. Yox, səni öldürəcəm. De görüm. Demək, neysə, Hasan Paşaya sifariş göndərir ki, Gedo Paşaya deyir ki,
köç eləməsin. Belə bir xəbər göndərir ona. Şeir vasitəsilə yenə bir qoşmadan istifadə edir. Biz bilirik ki, Koroğlu dastanında istifadə olunan şeirlər qoşma və gəraylı janrındadır. Və Həmzə gedəndən sonra Çin Koroğlu'nun Dəyirmançı misrasına başlayan şeirini oxuyur və dəyirmanda da qalır həmin gecə. Ad susuz idi. Ertəsi gün nə baş verir? Ertəsi gün elə bil orada öküzlə bərabər elə bil kimsə Bir qoca kişi gəlirdi. Bir dənə qoca kişi arpa bilməyə gəlmişdi. Bu da bunu gördü ki, bu dəyirmançı yox. Deyir ki, dəyirmançı hardadır? Deyir ki, dəyirmançı yoxdur. Ta buranın yeni dəyirmançısıdır. Ancaq ki, o da çox yekəbər biri idi. Deyir ki, sən gətirdiyin içində yəni arpa zad varmı? Atım acdır, ona verir, biraz yesin. O da deyir ki, hə, 2 meşoq var, ancaq meşoqlar balicaydı. Elə onları birləşdirdi, elə bir meşoq elədi və gəldi atın qarşısına qoydu. Birinci qoca kişi vermək istəmirdi. Sonradan elə bir Koroğlu'na təsdiq baxdı, qorxdu, məsul oldu. Bəli, düzdür, aha. Bəs yaxşı, o kişiyə elədiyini, hətta onun öküzünü də kəsdi, yedi falan. Bəs müqabilində heç nə vermədi. Hətta o müəllim ütmüşdü birəzində, özünə çörək pişirib yemişdi istidə. Nə qoçaq imiş bu Koroğlu. Təsəvvür edin. Həm öküzü kəs, həm ye. Ondan sonra həm deməli özünə çörək bişir. Vay aman Allah, bu nə imiş, bu nə canavar imiş belə. Yaxşı. Dur atım indi Çənlibelə qayıtdı, amma çox narahat idi. Və Çənlibelə qayıdanda onu birinci oğlu qarşılayır. Təzə sevdən mübarəkdir deyir. Çünki oğlu elə düşünür ki, Eyvaz, əslində o oğlu deyil, oğulluğudur. Elə bilir ki, bu deməli neynədir? Qıratı verdi, güya satıb, dür atı alıb və ona məzəmmət edir şeir vasitəsilə. Hə, və sonra deməli, bax belə deyir, birdən testlərdə düşər aşağılar, bunu kim deyir? Təzə sevdagar olubsan, bu sevdan mübarək olsun. Alış-veriş öyrənibsən, bu sevdan mübarək olsun. Bunu Eyvaz deyir. Elə bir ki, atası atın birini satıb, o birisini alıbdır. Və sonra, bəs yaxşı, əvvəllər də Koroğlu səfərdən qaydanda bunu bu cür soyuq qarşılamışdılar. Belə bir şeylər olmuşdu, birinci dəfə idi. Və Eyvazın bu sözləri ona çox ağır gəlir. Və keçər dövran belə qalmaz misrası ilə başlayan gəraylisini oxuyur. Şad ol, könlünə məlunsan, keçər dövran belə qalmaz. Sonra deməli, və özünə təsəlli verir, deyir ki, aşıqlığım mənə bəsdir. Yəni, bunlar məndən üz döndəriblər. Yəni, atım getdi falan filan, aşıqlığım deyir, mənə bəsdir. Sonra dəlilər bundan inciyirlər. Qoy buradan o izəsində Şirinova Aysu desin. Nəyə görə dəlilər bundan inciyirlər və Çənlibeldən çıxıb getmək istəyirlər? Deyir ki, at mənimdir, yaxşı eləmişəm, hara gedirsiniz, gedin, yaxşı eləmişəm. Bu sözlər deyir, dəlilər də vəlvəliyə düşür. Deyirlər ki, bizim sözümüz olsa Koroğlu üçün bir çürük qozdur, daha burada qalmamızın mənası yoxdur. Və Koroğlu da deyir ki, mən sizi burada güclə saxlamıram, getmək istəyən getsin. At mənimdir vermişəm, deyir, özüm bilərəm. Bəs dəliləri kim sakitləşdirir? Nicar onların qabağını kəsir, onların Nicarın sözü bir eləməzlər. Onun böyük hörmət var dəlilərin arasında. Sonra Dəli Həsən, Dəmirçioğlu, Eyvaz hamısı qalib otururlar, fikirlərindən daşınırlar. Bəli. Orada yenə də şeir parçaları var, hansı ki, Koroğlu Nicara üzün tutur, niyə üzün məndən dönüb, yəni belə bir şeir oxuyur. O da ona qınıyır, məzəmmət dolu bir şeir də o deyir və bəs yaxşı, sonra Koroğlu'da da bir xüsusiyyət var idi da, əsəbləşəndə neyniyərdi? Əsəbləşəndə 3 gün, 3 gecə ac qalardı, ancaq yatardı. Yatardı. Dəlilər öz səhvlərini anladılar o yatan müddətdə. Başa düşdülər ki, pis eləyirlər, belə eləmirlər. Bəs düşündülər ki, kim bu məsələni çözə bilər, belə deyək? Eyvaz onun oğlu. Nicar və Eyvaz, düzdür. Aha, yəni və kimin fikridir bu? Koroğlu'nun könlünü almaq Nicardan və Eyvazdan keçəcək. Bu kimin fikridir? Dəmirçioğlu'nun, düzdür. Koroğlu yuxuda nə görürdü? Koroğlu yuxuda görürdü ki, onun atıdır Həsən Paşadır Toqatda. Bəli. Onun atı da oradadır, yuxusunda belə görür, sonra dik yerindən... Toqatda Həsən Paşanın qabağındadır, Qıratda altındadır. Belə bir yuxu görür. Və yuxudan oyanır. Oyanır və kimi görür? Oyanır, Eyvazı görür ki, bir sözdə bəhdi ki, ağlasın. Aha, bəli. Və Koroğlu Eyvaza deyir ki, yəni, niyə buradasan, nə olubdur? Və o da deyir ki, bəs gedək də, yəni dəlilər səni gözləyirlər. Bu nə deyir? Deyir, mən Qıratı gətirməyincə onların üzünə baxa bilmərəm. Mən onların qəlbinə dəymişəm. Ondan sonra ayağalar ay qazlar deyib oxuyan Nicarın səsini eşidir. Deməli, məclisi kim qurdurmuşdu? Koroğlu üçün, Nicar. Və ondan sonra məclisdən sonra Koroğlu yola düşür.
Misir qılıncını götürür, qalxanını, əmudunu, sazını və s. götürdü, getdi. Hara yollanır? Sonra Toqata yollanır. Burada bir qarın evində qalır. Ay uşaqlar, bəs desəm ki, Koroğlu Toqata payı piyadə gedir. Bəli, Qırat getmişdi, Qırat da aparmadı, piyada gedir, düzdür. Toqata çatanda kimin qonağı olur? Bir qarın evində qalır, onun qonağı olur. Aha, qarıya pul verir. Neçə nəfərlik yemək istəyir? Deyir 10 nəfərlik yemək hazırla. 10 nəfərlik. Qarı tək canına bu qədər yeməyin nə elədiyini soruşanda Koroğlu nə deyir? Deyir ki, sənin rastına qarşıma hazırda qonaqlarım gələcək, onları Aha, düzdür. Və deməli, nəsə bu plov hazırlayır. Düzdür, görür ki, qonaqlar gəlmədi. Bu da deyir ki, əşi, gətir qoy qabağıma, ev yox, gəlmədilər yeyərəm. Qarı da onunla yeyirmi? Birinci təklif edir, deyir ki, yox, yemirəm. Nə qədər eləyir, deyir, yox. O, belə deyim də, o aşı çəkəndə, bir siniyə çəkəndə özü götürür, qoyur Koroğlunun qabağına. Yoxsa o qədər ağır ki, güc satmır, Koroğlu özü götürür, qoyur. Koroğlu özü götürdü, çox ağır. Koroğlu özü götürdü, qoydu. Birinci yemir. Düşünür ki, əşi bunun hamısını yiyəsi deyir ki, müəyyən qədər yeyər, 15 gündən belə mənə bəsdir də yeyərəm. Sonra nə olur? Sonra da görür ki, Koroğlu yeni təklif edir, o istəmir. Sonra da peşman olur, görür ki, Koroğlu hamısını, nə qədər varsa hamısını yeyir. Hə. Sonra da deyir ki, Koroğlu bir də Bir ayağına ola mənə bir də təklif eləyər. Ürəyində düşünür ki, mənə yeni təklif edir. Sonra da Koroğluna təklif edəndə deyir ki, yox, mən qoxusuyla doymuşam bunu. Yox, yeyir axı. Yaxınlaşıb yeyir axı, ondan bir yeyir də. Bəli, amma sonra yeyir. Aha, yaxşı. İndi sonra Həmzənin toyu olacağı xəbərini Koroğlu kimdən eşidir? Qarı deyir, Qarıdan səhər eşidir. tezdən durur ki, oraya gedəsən. Aha, düzdür. Və qarı Həmzəni nəyə görə igid adlandırır? Baxın uşaqlar, bizə tezlər qarı Həmzəni igid adlandırır. Bəli, qarı Həmzəni igid adlandırır, amma nəyə görə? Deyir ki, Koroğlu kimi cəsur bir adamın atını uğurlayıb gətirirdi. Aha, bəs yaxşı, Qıratın məhz Hasan Paşanın tövləsində olduğunu Koroğluya kim xəbər verir? Onu da qarı. Elə o xəbərdə qarı verir, düzdür? Və deyir ki, Qırat heç kimi yanına buraxmır. Bunu da bu xəbərdə qarı verir. Səhərsi günü Koroğlu qarıya bir ovuc pul verib, düzdür? Və özü də hara gəlir? Məclisə gəlir. Məclisə gəlir. Saz da götürür məclisə. Aşıq kimi, özünü aşıq kimi təqdim edir. Və burada Koroğlu təsvir olunur. Deyir ki, uca boy, enli kürək, boyunun əti girdin, bığları kəl boynuzu kimi, şirin, deməli, sifətindən deyir, zəhim tökülür. Koroğlunun təsviridir. Bu arada bu qolda ikinci təsvirdir Koroğlunun. Paşalardan biri Koroğlunun hardan olduğunu soruşur. Koroğlu nə deyir? Deyir ki, qapının otayından gələn bir Qafın o tayından. İndi dayandırıram videonu davamlı da deməli ikinci videoda, yəni bu iki hissəli olsun bu sual cavabımız, çünki əsər çox uzundur.